olmalıdır. Və unutma, bugün bu barışıq olmasa, bugün heç kim ona dəstək olmasa, bugün heç kim onun yanında olmasa, bir ay arzum danışılacaq. Bugün zəng eləməyin. Bugün ailəyə bizim kimi tiktokerlər baxıb tərəf tutmasa, bugün ailədən çıxayış eləməsə insanlar bir aydan sonra arzum gündəmdən düşəcək, heç kim danışmayacaq və ailənin də yadından çıxacaq. Danışmaq lazımdır, yada salmaq lazımdır ki, qoy o insan qızı bağışlasınlar. Amma siz deyirsiniz ki, oturub prim kasırsınız. Prim kasırıq, bundan sonra canlıda nə alt çəkərik, nə bir şey, bundan sonra heç alt da çəkmərik, prim də kasvarıq. Ay quzum, bir dəqiqə. Yox, bir dəqiqə. Heç mənim primə ehtiyacım belə yoxdur. Yox, sən elə vstupasiya edirsən, Şəhla sən mən sözü üstümə götürürəm, çünki mənəm Zuzudu Şəhla da ondan dalaşam. Başa düşürsən, mən niyə götürməməliyəm? Yavaş danışsan, niyə qışqırırsan? Bir çoxdur tiktokerlər odur da. Günel deməyib, Günel sən demisən bəyəm Arzunun adını çəkməyib. Yox, mən kim Arzunun adı, bir dəqiqə qulaq as, Ləman. Elə söhbət olmayıb, bax, Ləman. Yox, deyil, prim kasılar canlıda indi. Hələ Ləman, onu sənə demir, çox gözəl bir, bax, sənin danışdığın. Mən də dalaşmışdım, sənin danışdığın sənə indi nə düşüb, Ləman, sənə nə düşüb? Mən də dalaşmışam, deyirsən, bir çoxdur tiktok, bir dəqiqə. Deyərdim, ya buna deyirsən, ya buna deyirsən. Bu üç nəfər var da gələ kələmdə olması. Mənə, Zuzudu, Şəhladır. Sakitlər, Şəhlanın adını dedim də, sən özünə nəyə qatmışsan? Ləman, mən sənə bir söz deyim. Onda deyən tiktoker. Ləman, sənin adı, Ləman, mən sənə bir söz deyim. İkincisi də ki, ay Ləman, sana bir dənə söz deyim. Mən elə söz mən sənlə dalaşmıram. Mən sadəcə fikrimi burada çatdırıram ki, mən çəkmərəm. Onlar bir dəqiqə mən fikir bildim. Ləmanın danışığı mənim çox xoşuma gəldi. Niyə görə? Çünki adam deyir ki, hər sözü deyir. Yəni deyir ki, yəni budur vəziyyət, amma ananın bir xahişinə, insanlıq üçün bunu edirəm. Ləman, Günel, sən bilirsən ki, səndən bağlı burada olmuyor fikir. Niko, sən bir dənə sözünü kəsirəm. Çünki bizim şəxsi aramızda söhbət olubdur. Niko, aramızda bir dənə söhbət olmuşdu. Mən pis olsaydım onu efirdə deyərdim. Mən tərəf tutmadım. Yaxşı, mən də pis qız olsaydım, ay Ləman. Sənə pis qız demirəm mən. Mən sənə ümid haqqında danışmıram artıq əsin. Mən ondan qırğın eləməzdim. Mən sənə pis qız demirəm, Günel. Mən bu söhbəti üstümə götürürəm. Niko, sən olsa üstümə götürmərsən. Yox, Ləman, sənə aid. Sənə deyirəm, mən Şahlaya deyirəm, deyirsən. Sənə aid. Həmsi onda. Onda tiktokerlər deyirsən. Özdə bu bir, ikincisi də mən heç kimə deməmişəm Arzunun adını çəkməyin. Mən dedim ki... Yox, mən bura çıxmağımın səbəbi bilsən nədir? Təkcə sözə görə deyil. Təkcə sözə görə deyil. Bir dənə bunu deyim, sonra sən de. Mən bura çıxmağımın səbəbi o oldu ki, yəni qoymayın ki, yaxşı danışanların ağzı yumulsun. Nə olar? Bəlkə sabah ana görə. Ana görə. Eşidirsən, bir dənə qulaq as mən. Tutaq ki, kimisə başına bir... Ləman, sən özün bilirsən ki, mən necə həssas insanam da, mənim yaxın adamım belə olsa, özün ona şahidsən, mən bunu nəyəsə görə demirəm, ha. Mən şəxsən mənim yaxın adamım olsa, özün də onu bilirsən, əgər mənim yaxın adamım digər insana qarşı düz hərəkət eləmirsə, mən ondan qırğın eləyirəm, dava eləyirəm, bilirsən də onu Allah'a şükür. Onu bildim, ha. O söhbəti mən açmıram. Görsən, mənə ondan bir şey mən açmıram. Çünki yeri deyil, yeri və zamanı deyil. Yox, mən də sənə demək istəyirəm ki, quzum, mən də həmin insanam. Bu bir. İkincisi, mən yalandan demirəm. Filan kəs filan, mən promoy dedim. Gördüm ki, ad çəkmirdim. Gəldi adam bura hədiyyə atdı. WhatsAppda şeydə yazdı ki, mənə deyirsən belə elə. Dedim, hə, sənə deyirəm Şahla. Çünki kimsə, o biri tiktokerləri mən görmədim ki, eşidirsən. Desin ki, mən gedib onun ayağının anasını... Amma bir şey yadında saxla. O Şahla ilə səndən qabaq barışmışdı. Az başa düşürəm də sonra təzdən küsüblərdi. Şəhla ilə bir süfrədə oturmuşdu canlı yayında. Da Şəhla da onun tərəfi tutdu. Şəhla haqqında deyir ki, mən ondan yazışıram. Yox, deyə bilər də, içinə gedim anasına xahiş edeyim. Aşkım, deyə bilərik, başa düşürəm, deyə bilərik. Nə var ki burada, pis mi deyir, nəyini içinə o yedim? Alena, sən özün düzgünlük, hər şey, yəni ki, sən... Alena, ananın qəlbi görüb soyuya bilər də. Yoxsa hamı pisləsin, Yox, soya bilməz. TikTokerlər deməlidir də, mən canlımda 3K, 5K. Mən deməliyəm, görməlidir. O deməsin, bu deməsin. Arzu bir ayda sonra yaxdan çıxacaq, başa düşürsən. Ay Günel, qulaq as mənə. Bəlli olmaz, sən də keçən, bəlkə sənə də xət, indi insan Ay bacı, mən necə gedəm? Mənə deməz ki, Alena, ay bacı, kimsən gəlmirsən? Sən deyəcəyini, niyə desin ki? Ay bacı, bax, bu barışıq məsələlərində qurban olum. Arzunu Allaha şükür Deyirəm, onların böyüklər olması lazım. Mən kimə, mənə deməzlər ki, sən kimsən gəlmirsən bura? Ay bacı, Şəhla xanım da deyir ki, yəni mən şansımı dənəmək istəyirəm. Ay balam, onu deyən adam deməz ki, baxmayaraq, mənə hər dəfə deyir, baxmayaraq, hər də qaşıldı bura deyir, baxmayaraq,
gələrək mənə pisliklər eləyib. Amma mən belə elə, tipa, yəni mən mələyəm. Bunu eləyən adam qıraqda elə də burada nə hər dəfə canlaşıb deyirsən. Qulaq as, ay Günel, qurban olum. İndi səndən Arzunun arasında hava söz söhbət olmayıb da. Olmur, niyə olmayıb? Mənim də olub, ay bacı. Yox, belə yox da, indi TikTokda deyirəm. Məsələn, olubdu Böyle TikTok'ta olub. Nəsə elə xoşuma Niyə gəlir. Günellə də dalaşıb? Yox, böyük savaşlar Mən olubdu. heç vaxt mən yenə deyirəm, vallahi deyirəm, indi kimsə nəsə, mən həmişə də demişəm ki, Arzunun ürəyi çox təmizdir, amma bəzən hətta onu demişəm ki, Arzunun ürəyi təmizdir, 4 balası var, Allah günahından keçsin, qarşı tərəf inşallah ki barışıq olar, çünki doğrudan çox 3 tərəf üçün də çox böyük dərddir. Bir tərəfdə dünyasını Günel, yaxşı, sən bir dənə sual verim bacı. Niyə deyirsən dırnaq arası tiktokerlərə nə düşüb ki, onun ailəsi yoxdur, durur gedir Amalın evinə, amma bəzi dırnaq arası tanınmış aparıcılara deyirsən ki, onlara nə düşüb? Niyə tiktokerlərin adını çəkirsən bəlkə? Başqalarına da dedə, başqalarına getməyə çalışır. Onları da dedə. Ay bacı, bir dəqiqə gözlə. Onları da dedə, niyə Bacı, mən elə tiktokerlər? söz deməmişəm. Sənin dediyin sözü mən deməmişəm. İndi dedin də, dedin ailəsi dura-dura tiktokerə nə düşüb? Yox, sən dedin ki, ailəsi olmayanlar, mən ailəsi olmayanlar sözünü demişəm. Yox, deyirdin ki, ailəsi dura-dura, valideyni dura-dura, biz kimi ki, biz durub deyirik, gedərik anasının qapısına falan bəsməkə. Əgər bunu tiktokerlərə deyirsənsə, bəzi şeylərə də dedə, deməli can yandırır da insanlar. Nigar Fərhadı da deyirəm də. O da can yandırır da, niyə deyirsə, qoy bəlkə ana gözlüsün. Bir dəqiqə qulaq as, elə can yandırmaq olmur. Deyir ki, ailə mənimlə əlaqə saxladı. Birincisi, mən Nigarı xətrini çox istəyirəm. Valla siz bu gedişlə heç bir barışıq əldə eləmərsiniz. Allah kömək olsun. Biz kimi ki barışıq əldə eləyək? Heç bir barışıqda, Ləman, bir dəqiqə məni dinlə, zəhmət olmasa, heç bir barışıqda, nə heç bir tiktokerin, nə heç bir tanınmışın vasitəsilə, ora getməklə bağışlanır. Tiktokerlər kimdir? Ailələrinin özlərinin arasında Niko, heç kəs getmir, dildə də olsa deyir də. Mən bir dəqiqə bir fikir bildirim, mən bir dənə fikir bildirim, Ləman, sən danışdın, mənim çox xoşuma gəldi. Sən burada hiss olunur ki, insan olaraq acıyıb, ürəyindən gələn fikirləri səsləndirirsən. Valla qızımın canlısı olmuşam, olmamışsa mən də ola bilərdim. Və inan ki, mən o vəziyyətdə olsaydım, qoymursunuz mən danışım. Bir dəqiqə mən danışım. Mən o vəziyyətdə olsaydım, o qız da mənə dəstək olacaq. Mən bilirəm. Qoy danışım bir dəqiqə. Mən neçə vaxtı baxıram bütün yayınlara, qoy danışım, xahiş edirəm mən. Mən görməmişəm ki, sən oturasan yayında, səhərdən axşama kimi and başlayasan ki, yəni bu biraz sün görsən. Nə qədər can yandırmaq da olsa, bütün günü səhərdən axşama kimi mən gedim qapısına, gedim. Adamı deyirlər, get də qapıya, bəyəm qoymuruq. Buna hər dəfə canlıda nə deyirsən ki? Gedən gedər, deyər, getdim, qapını döydüm, mən öz vicdanı borcumu getirdim yerinə, razılıq almadım. Növbə indi kimdənsə o etsin. Biri var bunu eləyəsən, biri də var ki, oturasan səhərdən axşama ancaq eyni söz deyəsən. Yəni bu ucu nə deməkdir? Bu ucu mən elə bir ki, mənə pislik eləyiblər. Mənə pislik eləyiblər. Mən amma gör nə qədər mələyəm. Mən mələyəm. Yox, qarşı tərəf demirəm, getsin. Amma səslənmək yaxşı bir şeydir də. Bax, sənin fikrin 1 qram dozqucuq yaratmadı. Nəyə görə? Çünki sən ana kimi danışdın, sən bir qadın kimi danışdın, sən ananın xahişinə əsasən insani borcunu getirdin. Vallahi gəlib bizə salam verməsin. Bizim də fikrimiz odur ki, oradan çıxsın da bir qadın olaraq. Normal fikrini bildirir. Şəhla da öz fikrini bildirir. Şəhliyə indiyənə kimi deyən olub bir qadın olaraq orada qalmasın. Lap gəlsin heç bizə salam verməsin. Şəhla özü prost günüylə nəsə bilmirəm. Şəhla o dəfədə günüylə nəsə bir nidrizmeniyalar var aralarında. Nəsə qıcıqlanır ona. Mən Şəhliyə bəyək danışdım, bəyək bir dənə söz dedi. Mən onu qayıt edib atmışam Şəhlaya ki, Şəhla bax. Özünün danışdığı sözlərindir. Niko, burada bir söz deyim, bir dənə mən pis başa düşməyin. Mən Günel sözü sənə demirəm ha. Bax qızımın canı, ümumiyyətlə danışıram. Mən burada bir söz deyim. Bax o qız burada olanda Arzu. Mən şəxsən öz adımdan danışıram. Dostluğum olsaydı, yanında olsaydım, əvvəlki atnaşayım olsaydı. Yox, onu qoşma. O əsəbləşmə halımız yoxdur. Əvvəlki atnaşayım olsaydı, mən onu məcbur apardım. Lazım deyil o, Alena, o lazım deyil. Əsl dost odur. Evlatdan çıxmamalıydı. Buraya sən soxdu dərmanı. Mənim səsim gəlir. Mən deyirəm, onun ətrafında olsaydım, mən onun yanında olsaydım, qızımın canı, mən dartıb onu məcbur aparıb gedib o qapıda bir həftə mən də yatardım. Əsl dost odur. Bəli. Əsl dost odur mənim aləmimdə. Mən belə düşünürəm, ay Günel. Qulağa, sən deyirsən, sənə demirəm, onun yanında həmin dönəmdə mən var idim. Tək sən yox idin.
Sən açan baxırdın başqa yerlərdə. Bir dənə qulaq as. Mənim yanında deyiləm. Yox, bir dənə qulaq as. Çünki mənim işim gücüm var, uşağım var, ailəm var. Mən bütün Kanəşləş, mən səni bir dəfə məhkəmədə görmədim. Səndən çox yanında olanlar başqaları idi. İndi məhkəməyə gedənlər gör nəyi dəyişdi ki, mən də dostlarımla Məni deyirsən, məni deyirsən. Onda bax görsən, bax bu sözü üstüvə götürdün abi. Yox, mən sənə WhatsApp-da yazıram ki, sən döyürsən. Onda mən sənə başlıqda deyirəm, mən sənə deyirəm, yenə də mən səni müdafiə edən adamam. Görsən yenə üstüvə götürdün. Çünki ətrafında olmusan. Bəs mən də başlıqda görəm, mən də üstüvə götürdüm. Sonuçta bir söz deyim. Mən də sözün əvvəlində bildirdim ki, Günel sənə demirəm, amma götürdün. Sonuçta bir söz deyim ki, onun yanında ən yaxın dostu da olsaydı, hər nə də olsaydı, çünki ona ümid vermişdilər. Çünki vəkillə iş görürdü. O, yəni qayda qanun tərəfdən özünü haqlı sayırdı. Ben özü də canlılar bildirirdi ki, mən ona ümid vermişdim. Nə bilim, Allah köməkləri olsun hər iki ailəndə. Mən çıxıram. Artıq yəni o kaşlardı, keçmişdi, day olub bitibdi. İndi o da cavan olubdu. Mən də aqressiv olmuşam onu qarşı. Ona görə hələ otursun mən də olmuşam, sən də və hətta bildirmişəm ki, mən də ailən yerinə olsam eyni addımı edərdim. Bugünkü gün damıram. Amma artıq insan bir hədəfinə çatandan sonra hardasa indi insani olaraqdan pis olur, nə bilim, əsəbləşməyinə pis olur, nəyə pis olur. Bu günlərim indi ata nə qədər aqressiv danışsa da bir valideynin göz yaşı. Mən getdim uşaqlar, gecəviz xeyrə, inşallah yaxşı olur. Bir valideynin göz yaşı ona görə də hər kəsə otursun yerində. Arzu'nun anası da var, atası da var, böyləri də var. Bu barışıqda bir valideynin göz yaşı adamın ürəyini əzir. Nə bilim, Arzu'nun anası da dəfələrlə zəng gelib Günelədəki yana xahiş edirəm, balama qoymayın, tək olsun. Yəni bu çağırışlar insanın ürəyində bir mərhəmət, bir insani duyğu yaradır. Çünki artıq baş veribdir. Yəni bu keçmiş bir söhbət deyil. Yəni bu heç bir şey deyil. Olan olubdur. Yəni olandan sonra artıq kəşlarla yaşanır bu həyat. Bundan sonraki üçün addımlar atılır və bugünkü günə nə qədər də hər birimiz hərə özünə görə nəsə də haqlı, haqsız, aqressiv olsa da ki, hamı birləşik şəkildə istəyir ki, barışsın ailədə, həm o, yəni ailə də rahat olsun, Niko, ona görə də bilsən nə lazımdır? Bugünkü gündə olan o paylaşımlar da olmasın, yəni sülh əmin-amanlıq olsun, yaxşı olsun. O da getsin balasının yanına, düşünürəm ki, artıq mən onsuz da əvvəldən bilirdim ki, yəni bu şey olandan sonra artıq ayılacaqdı, Arzu'nun ətrafı da ayılacaqdı, Aytən də ayılacaqdı, hər kəs ayılacaqdı. Çünki artıq yəni baş verməli idi ki, insanlar ayılsın. Və bugünkü gündə də artıq hər kəs bilir ki, nədir, nə deyil. Allah hamısının köməyi olsun. Yenə deyirəm, mən özüm Arzuma qarşı protiv olmuşam. Bəli, hərəkətləri xoşuma gəlməyibdir, damıram, fikir bildirmişəm. Amma bugünkü gündə artıq, yəni ailə də öz istəyini edibdir, qayda qanunla hər şey həll olunubdur. Bundan sonra nə tərki barışıq istəmək vəkilin işi deyil idi. O insani bir addımıydısa, bugünkü gündə də ona qarşı rəhimli olmaq bizim içimizdə olan insani bir addımda və rəhimdir ki, biz özümüzdən bir ixtiyar olaraqdan istəyirik ki, qoy barışıq olsun, azadlıq olsun. Ay Niko, qulaq asın mənə, diqqətlə qulaq asın. Deməli, bu Nicat var da, Nicat Əfəndi səhifəsini bilirsən. Nicat Əfəndi. Gecə saat 3-də Aytənə zəng eləyib yazıb. Arzumun yanındakı qıza. Gecə yazıb ki, gəl bağ evinə. Nicat. Niyə elə yazıb? O qayda, o ümumiyyətcə oğlan danışığını bilmir. Danışaq. Bunları barışdıraq. Aytən bayaq buradaydı. Aytən yazmışdı, qoş görmədiniz. Aytən buradasa da qoşulsun. Deməli, Aytənə deyib ki, gəl məndən görüş. Bunları barışdıraq. Aytənə deyib ki, gecə vaxtı mənim nə işim var evdə? Barışıq niyə orada olmalıdır ki? Mən sənə Elmar əminlə barışdıraram, belə nə bilim, nə danışdıraram, gedərsiniz özünüz söhbətinizi eləyərsiniz. O Nicat kimdir? Düşüb ortalığa ki var. Nicat kimdir? Nicat Əfəndi səhifəsidir. Deməli, Nicat Əfəndi Miricanın anasını, bacısını, adını, familiyasını satan adamdır. Faktlarda bayaqları atdım. Uca getdi, sizin ora nazirliyə getdi. Faktlar, kimlərin şəkili atıb, kimləri söydürmək istəyir. Özü Azərbaycanda oturub, vətən xainliği eləyir. Amma
Azərbaycandan qıraqda oturanlara vətən xain deyənlər var. Nədir? Özləri Azərbaycanda oturub vətən xainliği eləyir. Azərbaycanda heç kim at oynada bilməz. Çünki biz elə bir dövlətdə yaşayırıq ki, heç kim at oynada bilməz burada. İndi Nikoya da ataram, Nicat da görə. Əlavə heç kimdə başqa ölkə işləmir. Şəxsi Humay Muxtarova, səni salamlayıram. Gözəl aparıcımız, xoş gəlmisən. Humay, xoş gəlmisən sən də. Azərbaycandan onun bunun şəkillərini satırlar, onun bunun şəkillərini, yəni ki, pula görə hər şey eləyirlər, qardaş. Fakt. Valla mən o oğlan danışığını görmüşəm. Mən ona heç ümumiyyətcə baxmıram. Məndən də danışıbdı o. Yeri gəlsə danışıb, artıq əski danışıb. Gördüm ki, o elə ortada özü danışandı. Yəni əhəmiyyət kəsb edəcək bir zaman deyil. İndi də elə bir adama ilişibdi ki, çətin çıxsın onun pazından. Özüm elə yaxşı yer ilişibdi. Ona görə indi onun cavabını verirlər, düşünürəm ki. Humay, buyur əzizim, sən də xoş gəlmişsən. Muxtarova Humay. Hoş geldin Humay. Yəni mən bir söz deyəcəm. Yəni bu barışıq deyirik. Vallahi deyirəm, hamımız biz istəyirik ki, barışıq olsun. Niyə? Çünki apellyasiya müddəti bitənə qədər mütləq ki, ailələr arasında barışıq olmalıdır. Burada TikTokerlar kimdir ki, müğənnilər kimdir ki, aparıcılar kimdir ki, yəni aidiyyatı olmayan vətəndaşlar kimdir ki, barışıq eləsinlər. Barışığı yalnız böyüklər eləyə bilər. Ailə yaxınları, Yəni tanınanlar bir növ barışığa səslənib, kütləni mehribançılığa doğru yönləndirə bilərlər də. Yəni bunu deyir. Bu şeylər insanları cıhadır, hissləndirir. Yəni kimsə deyir, içindən gələni bildirir. Ay Niko, bir dəqiqə xahiş edirəm, qurban olum. Ay Günel xanım, dediyinə razıyam. Böyüklərdir. Hər bir ailədə böyüklər gedir, böyüklər gedir. Onu bilirəm. Amma Şəhlası olsun, Ləman olsun, mən olum, sən ol, fərqli başqası bir vətəndaş kimi onlar da özlərinin ürəklərindən gələrəkdən bunu eləmək istəyirlər. Onlar primitiv, ürəkdən gələr kimi görsənmir də. Sən burada səhv başa düşürsən. Bax, o demir ki, yəni Şəhla və ya Ləman o birisi demir ki, biz gedək qabağa düşək. Onlar deyir ki, onu tabii ki, birinci böyüklər qabaqda olmalıdır. Amma bir insan olaraq... Tolik qoşulmaq yazmayıb, bax, yazıblar Tolik'i qoşun. Tolik Azərbaycan qadını olaraq, yəni bizim də daş ürəkli deyirlər ki, yetimlər, onların da ürəyi yanır. Bəli, yəni kütlə olaraqdan hər kəs çağırışa, mehribançılığa, sülh-əmanlığa səsləmək üçün, yəni budur. Görürsən, mənim özüm də 2 gün danışmıram. Deyirəm, barışıq olsun, qoy sülh olsun. Hamı bunu istəyir. Qutar getdi. İndi prosto müəyyən danışıqlar olur ki, Alena, insan ət tökülür də, bildiyin. Yeri gəlmiş olsa, bax, mən sizə bir söz deyim. Büyünlərim, məsəl üçün, arasında söhbəti olduğuna görə ki, o deyirsən kimsən, bu deyirsən kimsən. Nə Şəhla, nə Günel, nə mən, nə sən, nə o birisi, nə bu birisi. Yəni biz qabağa keçib, böyüklər duradırıq, biz keçə bilmərik qabağa ki, barışıq eləyin. Yəni biz sadəcə... Zaten ki, yəni biri olub mənim özüm, mənim hansı Ay Niko, qarşı tərəfdə qıcıqlanır ki... Yəni, yox, yəni mən özüm olum da, mən hər zaman bu hadisədə... Mən hər zaman bu hadisədə özümü qoymuşam o yerə, özümü fikirləşmişəm də. Tolik misafir atmayıb. Heç Tolik canlıda deyil. Yəni ki, fikrim yayındı. Yəni mən hər zaman bu hadisədə fikir bildirəndə ailənin yerində özümü qoymuşam. Ölənin də yerinə qoymuşam özümü, anasını qoyub yanına fikir bildirmişəm. Amma ki, bir söz deyim ki, yəni yenə də mənim özüm yenə deyirəm də oğlum. Mən heç vaxt hansı tanınmış olsun, TikToker olsun, onun xahişindən kimisi bağışlamaram. Çünki mənim incidiyim adam o TikToker tanınan insan deyil. Yəni sırf müəyyən bir adam incimişəm. Onun da inşallah anası gələcək, özləri gələcəklər, barışıb hər şeydə həll edəcəklər. Bu kadar yəni basit. Qutardı getdi. İnşallah barışacaqlar. Yenə də burada kənar insanların biri var deyəsən barışa, mehribançılıq olsun, biri var hər gün açım deyim ki, mən yalvarmağa hazıram. Yəni o pisti mən yaxşıyam. Düşməyə ayağa hazıram. Onu 5 gün demirlər. Bunu eləyirlər. Bir dəqiqə, bax bunu niyə pis yerə çəkirsiniz? Deyir, o Şəhla deyir ki... Ay Alena, qurban sənə söhbət getmir Şəhladan. İndi Şəhla burada özünü kurx elədi. Burada bir neçə insanlar var ki, danışırlar, deyirlər ki, hər gün deyirlər. Hər gün deməkmi yaxşı, deyənmi insana inanarsan? Yoxsa bir dəfə ürəkdən gəlib o qapını tapıb döyüb, sonra gəlib desin ki, mən qapını döydüm, mən burada yəni qəbul etmədilər məni. O yaxşıdır. Hansına inanarsan sən Alena? Əlbəttə
yaxındasınız, gedin, orada Yəni qapısını döyənə çox inanarsan ki, hər gün oturum burada canlıda mən deyim ki, hər gün deyim ki, mən hazıram. Mən də hazıram. Alina da hazırdır, Günel də hazırdır. Əgər bizim hansısa burada bir səlahiyyətimizi çatırsa, bizdən umacaq şey varsa, hamımız hazırıq. Amma bunu hər gün demək burada Hər gün deyəndə də Umay da qarşı tərəfdə hazırdır. Çünki elə situasiyadır ki, ən qərəzli olan mən. Bugünkü gündə ürəyim sızlayır, narahatam. Mən də hazıram yeri gəlsə. Amma durum mən hər gün deyim ki, hazıram. Qurana and olsun. İnşallah Allah hər gün qapısını açsın. Çıxan kimi birinci bizi pazlayacaq, söyləyəcək inşallah. Yəni heç özünüzü yormayın. İnşallah barışacaqlar. Valla tək ki çıxsın, dalaş elə üzbə sürət olsun. Elə adama zövq verir. Elə şeylər adamı üzür.